Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də yeni ilin ilk həftəsinin, belə deyək ki, ilk iş həftəsinin proqnozlarını sizin nəzərinizə çatdırıram. 5-11 yanvardan gedir söhbət. Qarışıq həftədir. Soyuqlama kimi iqlim təsirindən xəstəliklərin tüğyan eləyəcəyi bir dövrdür. Biz daha çox Azərbaycan coğrafiyasında fevralı belə düşünürük, amma bu həftə demək olar ki, ilin ən immunitetin aşağı düşdüyü, soyuğa qarşı müqavimətsiz olduğumuz bir ərəfədir. Amma hər halda biz öncədən deyiriksə, siz onun qarşısını ala biləcəksiniz. Həddindən artıq soyuq iqlimdə, hava kütləsində olmamağı tövsiyə eləyirik. Yeni iş həftəsidir. 6-7 günlük istirahətdən sonra birdən-birə yeni iş həftəsinə adaptasiya olmaq çətin olur. Bu da istər-istəməz daxili və xarici amillərdən doğaraq gərginlik yaradır. Çünki birdən-birə o yatmış orqanizm, ruhumuz birdən-birə aktiv iş həftəsinə keçəndə biraz çətinliklə üzləşir. Bu da bəzən münasibətlərə təsir edir. Amma yenə də astrologiyanın klassik əhəmiyyəti, mahiyyəti ondan ibarətdir ki, öncədən bilən az səhv eləyir. Siz də öncədən bilib, düşünürəm ki, daha mehriban münasibətdə olacaqsınız. Ayrı-ayrı zodiak işarələrinin proqnozu da belədir. Qoç bürcü. Səhhətinizi qoruya bilsəniz, həftə boyu heç bir çətinliklə rastlaşmayacaqsınız. Ulduzlar ailə sevgi münasibətlərindəki soyuqluğu aradan qaldırmağınızı tövsiyə edir. Hissləri sındırmaqdan da əl çəkin, lazımsız yerlərə xərc çəkməyi də dayandırın. Bir sözlə, hər bir məsələdə reallığa və məntiqə əsaslanın. Təzə əyinbaş almaq üçün də çox uğurlu vaxtdır. Əgər yeni ildən xərcliklərdən pul qalıbsa, artıq qalıbsa. Boğa bürcü. Astroloji göstəricilər yalnız yanvarın 6-sını gərginlik içində keçirəcəyinizi bəyan edir. Həmin gün maksimum ehtiyatlı olmalısınız. Digər 6 gündə isə çox şey ürəyinizcə olacaq. Hətta perspektivli təkliflər alacağınız da qaçılmazdır. Doğmalarınızla münasibətlərinizin soyuqlaşmasına imkan verməyin. Əkizlər bürcü. İlk günlərini pasiv başlasanız da, yanvarın 8-dən etibarən nəzərdə tutduğunuz planların əksəriyyəti öz həllinə yaxınlaşacaq. Amma gərək hər şeydən əvvəl ünsiyyət qurduğunuz şəxslərin etibarını yoxlayasınız. Çünki ulduzlar ətrafınızda sizləri aldadanların artdığını bəyan edir. Ciddi məbləğdə gəliriniz gözlənilməsə də büdcəniz boş qalmayacaq. Xərçəng bürcü. Sakit bir həftə yaşayacaqsınız. Ara-sıra fikir və düşüncələrinizdə təlatümlər baş qaldırsa da bunu kənardan kimsə hiss etməyəcək. Əgər maddi imkanınız yol versə, yanvarın 5-də səfərə çıxmaq olar. Səhv və günahlarınızı etiraf etməyi bacarın. Burada qəbahət yoxdur. Ayın 10-da isə Tanrının başınız üstündə hiss edin ki, bağlı qapılarınız açılsın. Şir bürcü. Bəzi bürclərdə olduğu kimi siz də həftə ərzində bütün diqqətinizi pulla bağlı məsələlərin həllinə yönəltməlisiniz. Əgər reallığa uyğun addım atsanız, səmərəli nəticəni görəcəksiniz. Uzaqda yaşayan qohumlarınızla əlaqələri dərinləşdirin. Ələlxüsus da əgər onlardan xəstə və yaşlı olanı varsa, ayın 5-də və 7-sində aldığınız təkliflərə göz yumulu razılıq verməyin. Düşünmədən də, belə deyək ki, rədd etməyin. Qız bürcü. Adi həftələrdən birini yaşayacaqsınız. Hansısa qeyri-adi yenilik və ya uğursuzluq gözləməyin. Amma iqlim dəyişkənliyi daxili orqanlarınızda, xüsusən də böyrək və yoğun bağırsaqda ciddi ağrılar yarada bilər. Adətkarda olduğunuz üçün bu barədə əvvəlcədən ölçü götürün. Yuxunuza da fikir verin. İstirahət günlərində maddi durumunuz dirçələ bilər. Tərəzi bürcü. Yanvarın 7-sinə qədər əsəblərinizi cilovlaya bilsəniz, qalan günlərdə heç bir narahatçılığınız olmayacaq. Qarşınıza pulla bağlı çıxan problemlərin əksəriyyətini aktivliyinizdən asılı olaraq həll edə biləcəksiniz. Ulduzlar təcrübəli insanların məsləhətlərindən yararlanmağı da tövsiyə edir. Bu həftə imkan daxilində uzaq səfərləri təxirə salın. Əqrəb bürcü. Ümumən pasiv həftə, qarışıq da, enişli yoxuşlu həftə olsa da özünüzü cilovlamağı bacaracaqsınız. Əgər hansısa məsələdə tərəddüdünüz varsa, mütləq etibar etdiyiniz şəxslərin məsləhətlərindən yararlanın. Hirsli başda ağlın olmamasını da unutmayın. Göy qüvvəsi büdcənizin artacağını mütləq sayır. Üstəlik, ayın 10-da maraqlı sürprizlərin şahidi olacaqsınız. Oxatan bürcü. Bəxtinizə təzadlı bir həftə düşüb. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi müstəvidə cərəyan edə bilər. Odur ki, ayıq-sayıqlığınızı artırmalı, prosesləri
dərindən analiz etməli və məqamındaca addım atmalısınız. Bu ərəfədə müqəddəs ziyarətgahlarımıza tez-tez baş çəkin. Daşınmaz əmlak alqı-satqısında isə əgər iştirak eləsəz, göz açıq olun. Oğlaq bürcü. Əsas diqqətinizi maliyyə problemlərinin həllinə yönəldin. Çünki indi planetiniz olan Saturnun təsir gücünün artdığı bir vaxtda bunu bacarmasanız, qarşıda sizi uzun müddətli kasıblıq gözləyə bilər. Hər təsadüfi adama da etibar etməyin, əks təqdirdə planlarınızın inkişafını ləngidəcəklər. Ayın 8-də bu istiqamətə xüsusən ehtiyatlı olun. Su tökən bürcü. Bərbaşdan nəzərdə saxlayın ki, ixtiyarınızda olan bu həftə bürcünüzün ən aktiv dövrünə çevriləcək. Hansısa uğursuzluğu haqqında qətiyyən düşünməyin. Çünki iştirakçısı olduğunuz bütün situasiyalar xeyrinizə işləyəcək. Səmərəli səfərlər, maliyyə uğurları da yolunuzu gözləyir. Ən azı ona görə ki, indi sizin dövranınız başlayır və buna bu bayram günlərində psixoloji cəhətdən yaxşı hazırlaşmısınız. Balıqlar bürcü. İlk öncə bildirək ki, hazırda ciddi bir seçim qarşısındasınız. Tərəddüdləriniz çoxdur. Buna baxmayaraq özünüzü ələ almalı, cəsarət göstərib seçiminizi etməlisiniz. Çətinlik çəksəniz məsləhətləşmək də olar. Yanvarın 8-də istənilən riskiniz müvəffəqiyyətlə nəticələnəcək. Bu həftə şəxsi büdcənizdə də müəyyən artımlar gözlənilir. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.